Demək bir də gördüm bir yığın kağız gəlirdi şeydən, şəhərdən, uşaqların haqqında. 10 dənə uşaq üçün kağız gəlir ki, bunlar gələcəklər internata, oradan göndəriblər. Bunların test kağızını aparıb verirdilər Stalova'nın müdürünə, Şamil vardı Maştağalı. Ona verirlər ki, uşaqları qeydiyyata götürsün. Uşaqlar internata gələn kimi az qalmasınlar. Burada böyük məna var. Bu necə olur ki ya? İnternat uşaqlarını hükümət az qoyun, bir an belə qoymur az qalmağa. Allah Teala öz bəndəsini az qoydu. Yox, bizim ruzimiz bizdən qabaq gəlib. Bu da deyir ona. Deyir, o müqərrər ruzi ki var, qərara alınmış ruzi. Cəbri ilə əmin vasitəsilə mənə ayrılıb. O mənə onsuz da gəlib satacaq. Ay hakim, sən narahat olma. Müqərrər ruzini ruzi verən vardır, verər zikri. Mənim fikri eləmə. Ne üçün? Dənilər minnətin çəkməm, əgər ölsəm də ağzımdan. Acından ölərəm, dəni alçaq adama deyərlər. Bunu asandır bey demək. Dənilər minnətin çəkməm, əgər ölsəm də ağzımdan deyir, oradan fırlanır, çıxır, çirdi, gənə gedir öşindalizan. Hakim də deyir ki, deyməyin ona yer. O həyatda o Ərdəbilidir. Burada gələr o, deyişər olar bizim tayımız. Lazımdır ki, onu götürməyin. Füzuli əleyhirrəhmə 14 yaşında olanda Bağdada gəldi Şah İsmail Xətai. Dedilər ona, burada bir cavan uşaq var. Yazır, gözəl yazır. İmam Hüseynin ayağının altının xidmətçisidir. Dedi, bir də gətirin onu mənə göstərin. Gətirdilər, gördü, ya bir gözəl, göksək bir oğlandı. Dindirdi, gördü, bu dəryadır, bu uşaq ağlıdır ki, bu çox böyük dühadır. Dedi, oğlum, gəqədə mənlə saraya. O hakim necə demişdi, bu da ona elə dedi. Sənin üçün hər cür şey, sən gələcəyin böyük şair falan. Dedi, Allah Teala burada məmur eləyib ki, mən Peyğəmbər övladının xidmətçisi olum, mən başqa yerə buradan gedmərəm, heç gedmədi. Ona görə də müqərrər ruzini ruzi verən vardır, verər zikri. Dənilər minnətin çəkməm, əgər ölsəm də ağzımdan. Bax, ona görə Seyyid Əzim deyir ki, qoymaz ol tarı müğənni, niyə ağuşindən? Düşməz ol xanə bərəndazilərin duşindən. Huş ilə guşədə hər kimsə gedər huşindən. Pəmbəyi qəfləti çək səndəki can guşindən. Ta ki əsrar-ı nihanə olasan bərxurdar. Ta ki əsrar-ı nihanə olasan bərxurdar. Bir dənə yeri var, onu deyim. Deyir, fəhmi qıl gör ki, nədir çəngi dəfə bərbəti ud? Musiqi alətlərinin adını çəkir. Fəhmi qıl, düşün yəni. Fəhmi qıl, gör ki, nədir çəngi dəfə bərbət ud? Nədir onlarda bu ahəngi, bu ləhni, bu sürud? Arif ol, ağıllı ol, arif ol. Rəmzi bil, hər şeyi olduğu kimi qəbul eləmə. Mənalar içində məna axtaran adamlardan ol. Mətnaltı sözlərin, təsəvvüfi mənaların, fəlsəfi eyhamların mənasını axtarıb tapan adamlardan ol yine. Hələ bu yaxşı da götür bunu buradan, yox, bir fikirləş. Bəlkə sən özün elə onu qəbul edə bilmirsən. Onun özün barədə də fikirləş. Arif ol, rəmzi bil, ey mahəsəli qeybi şühud. Ey iki dünyanın hasili olan insan. Mahəsəl hasilə deyərlər. Sən həm ruhsan, həm də cisimsən. Sən təkcə cisim deyilsən ki, ancaq yeməklə, içməklə, yatıb durmaqla işi yola verəsən. Adam var, nə deyir? Deyir, ya iskeyf elə, hələ şey ola. O dünyadan kim xəbər gətirib? Həzrət Əliyə dedilər, ya əmir əl-mömini, ahirət üçün eləyirsən bu ibadətləri, bir də getdin gör, gecələr namaz qılırsan, gündüzlər oruç tutursan, ömrü boyu Həzrət Əli belə olur. O ahirət üçün elədiyin bu əməllər, getdin gördün, necə yoxdur. Nə cənnət var, nə cəhənnəm var. Biz neyniyəcəksən? Bu boyda iş görmüşsən. Dedi, namazdı qılmışam, oruç tutmuşam. Nə olacaq heç nə? Birdən bəd bax, sən getdin gördün, var. Sən neyniyəcəksən? Mən getdim gördüm, yoxdur. İbadətim qalar cibimdə. İşdə də görmüşəm zəmin. Nə olar, Allah qalın. Sən getdin gördün ki, var. Onda sən neyniyəcəksən? Bizim əlimizdə Qur'anımız var, sənədimiz var. Sənin əlində yox deyirsən, sənin əlində nə var? Heç nə yoxdur. Fəhmi qıl gör ki, nədir çəngi dəfü bərbəti ud? Nədir onlarda bu ahəngi, bu ləhni, bu sürud? Arif ol, rəmzi bil, ey mahəsəli qeybi şühud. Ey iki aləmin hasili olan insan,
həm materiyadan, candan, həm materiyadan, cisimdən, həm də candan, yəni ruhdan ibarət olan insan. Canın, cəsədin səndən yemək istəyir, yatmaq istəyir, kurort istəyir, məndən nə istəyir? Bəs ruhun da sənin musiqi istəyir, ədəbiyyat istəyir, söz istəyir, namaz istəyir, oruc istəyir, ruhun da sağlamlığı onlarla, yoxsa ruh da xəstələnir. Ruh bey xəstələnmir. Arif ol rəmzi bil, ey mahəsəli qeybi şuhud, ud hər ləhsə gəlib şuurə deyər, ya məbud. Sənin o bəyənmədiyin ud var, o da Allahı çağırır. Tar hər ləhsə gəlib vəzdə deyər, ya Səttar, o da Allahı. Səttar da Allahın adıdır, məbud da Allahın adıdır. Ey könül məhrəm Rəbb, tutardım sözümü. Ey könül məhrəm raz eyləmə biganələri. Ver mənə əhləlinə bu dolu peymanələri. Bilirsiniz nə deyir? Bu sərvət ki bizim əlimizdə var, neft də sərvətdir, qaz da sərvətdir, qızılımız da var. 9 məndən iqlimin hissəsi hamısı varımızdır. Amma mənəviyyat sərvəti də var, onu qoruyun əsas. O getdiyi bubırların heç bir esnəyə lazım deyil. Ey könül məhrəm raz eyləmə biganələri. Ver mənə əhləlinə bu dolu peymanələri. Bu neymət ki bizim mənəvi neymət əlimizdə var, onları heç kəsə verməyin. Ver mənə əhləlinə bu dolu peymanələri, çəkli muzat ilə zülfi süxənə şanələri, Seyyida Mehdiyə yalvar ki, budur danələri, eyləsin məclisi şəhvari Kərim bəydən nisar, eyləsin məclisi şəhvari Kərim bəydən nisar. İndi bu Kərim bəy kim idi? Kərim bəy deyimsə, Kərim bəy o var, Şamaxının prokuroru olub. Nikolay vaxtı, Seyyid Əzmin zamanında. Şamaxının prokuroru olub, xiridar adam olub da, böyük məclislər qurarmış, şairləri, o cümlədən də Seyyid Əzmin o məclisdə aparıcı, rəhbər kimi olarmış o məclislərdə. Bu müxəmməsi də yazanda deyir ki, Seyyida, Mehdi xanəndə olub. Orada xanəndələr də olardı o məclislərdə axı. Sən Mehdiyə yalvar ki, budur yazdığın budur danələri, eyləsin məclisi şəhvari Kərim bəydən. Kərim bəy Şixəlibəyov. Bunu verginlə Mehdiyə yalvar ona ki, Kərim bəyin məclisində sənin bu yazdığın gözəl şeir nümunəsini fəlsəfə ilə dolu, hikmətlə dolu, ibrətlə dolu, nəsihətlə dolu sözləri orada nisar eləsin, paylasın, oxumağı ilə, avazı ilə insanlara, cəmaatımız da ondan zövq alsınlar. Vaxtımızı çoxaldığıma görə sizdən dönə-dönə üzr istəyirəm. Çox sağ olun, mən də biraz sözüm dadım, biraz naqis oldu, kəsərsiniz yəqin ki. Allah sizdən razı olsun. Bizi elə bu məclislər belə danışmağı öyrədi be. Əli süfrələrində bu Zır kəndinin əli süfrələrini nə ilə əvəz eləmək olar? Heç nə ilə əvəz eləmək olmazdı. Biz uzun illər gəlirdik bura. Əvvəl mescidin əytinə gəlirdik. Həsxanlar o qabırxan girirdik, səhəri bizi qarşılayırdı. Biz elə bilirdik, gəlib belə olacaqdı. Amma dünya belə dünyadır da. İnsan dəniz dalğası kimi insan nəsli bir-birini əvəz eləyir. Yox, heç gəlmirik. Sən qaran təvəccühünə görə necə gəldin? Ya gələrik, harada gəlmirsiniz, zığa gələrik, valla gələrik. Çünki bu gözəl adət burada qalıb. Əli süfrələr çox yerdə olur ha. Amma o formada ki, burada təşkil olunur, bir buradadır, bir də Hösanda, başqa heç yerdə belə olmur. Sağ olun, var olun. Allah razı olsun. Hacı əmi çox sağ ol, Allah sizi qorusun. Ahirət azuqan olsun inşallah bu gözəl kəlamların əhl-i-beyt dadıva gəlsin. Qərbidə olsaq da, şərqidə olsaq da, ey dünya biz müsəlmanıq. Xahiş eləyərdim, nə olar ki, Aqil əmdə, Hüseyin əzizimiz də xahiş eləyiblər bunu oxumağı. Elə hərəmiz bir kəlmə. Mən deyərəm, sən təkrar edərsən. Məkkədir evimiz, Mədinə yurdumuz, Nəcəfdir zeynətim, Kərbəla qeyrətim. Məşəddir əzəl gündən şöhrətim, Qərbidə olsaq da, şərqidə olsaq da, ey dünya, biz müsəlmanıq. Qərbidə olsaq da, şərqidə olsaq da, ey dünya, biz müsəlmanıq. Qərbidə olsaq da, şərqidə olsaq da, ey dünya, biz müsəlmanıq ya Rəbb. Ey
ey dünya biz Müslümanız. Allah şəhidlərimizin də ruhları şad eləsin hacı. Bu kəndin şəhidi, şəhid İnqilab balamızın da Allah məqamın uca eləsin inşallah. Allah İslam bayrağını, Azərbaycan bayrağını uca eləsin inşallah. Düşmənləri məğlub eləsin. Mekke'dir evimiz, Medine yurdumuz. Mekke'dir evimiz, Medine yurdumuz. Necef'tir zinetim, Kerbela gayretim, Meşettir ezel günden şöhretim. Gərbidə olsak da, şərqidə olsak da, ey dünya biz Müslümanız. Gərbidə olsak da, şərqidə olsak da, ey dünya biz Müslümanız. Ey dünya biz Müslümanız. Fələstin dərdləri, ürəklər ağrıdar. Qəzzanın möhnəti qəlbimi dağladar. Qarabağ dərdimiz aləmlər ağladar. Şəhidlər dərdimiz aləmlər ağladar. Ey dünya biz Müslümanız. Fələstin dərdləri, ürəklər ağrıdar. Keşmirin möhnəti qəlbimi dağladar. Qarabağ dərdimiz aləmlər ağladar. Qərbidə olsak da, şərqidə olsak da, ey dünya biz Müslümanız. Qərbidə olsak da, şərqidə olsak da, ey dünya biz Müslümanız. Yarım, ey dünya biz Müslümanız. Müslümanlar gərək amade olsunlar, küfürlə hər zamanda vadə olsunlar. Odur ki dünyada azadə olsunlar. Müslümanlar gərək amade olsunlar, küfürlə hər zamanda vadə olsunlar. Odur ki dünyada azadə olsunlar. Dünya yalan dünya, yalan dünya. Sağ olun. Hacı Ramin əzimizlə xoş gəlib. Allah cəmi alimlərimizi qorusun. İnşallah Hacı Rızvan başda olmaqla. Bütün incikləri at bir kənara, gəl yaxın qardaş. İncikləri at bir kənara, gəl yaxın qardaş. Vətən oğulları ilə ürəkdən gəl olaq sirdaş. Vətən oğulları ilə ürəkdən gəl olaq sirdaş. Gərək düşmən kəsilməyə bu yolda qardaşa qardaş. Gərək düşmən kəsilməyə bu yolda qardaşa qardaş. Müslümanlar Gərək amade olsunlar, küfürlə hər zamanda vadə olsunlar. Odur ki dünyada azadə olsunlar. Müslümanlar gərək amade olsunlar, küfürlə hər zamanda vadə olsunlar. Odur ki dünyada azadə olsunlar. Dünya yalan dünya, yalan dünya. La ilahe illallah
diyen diller var olsun. La ilahe illallah diyen diller var olsun. Yeryüzünde ilahi Kur'an faydar olsun. Yeryüzünde ilahi Kur'an faydar olsun. Allah müsəlmanları bir-birinə rauf mehriban eləsin inşallah. Hacının hər zaman duasıdır bu. Niyyetimiz Allah bellidir bu dünyada. Niyyetimiz Allah'a bellidir bu dünyada. Her tarafta her yerde insan bəxtiyar olsun. Her tarafta her yerde insan bahtiyar olsun. La ilahe illallah Diyen diller var olsun. La ilahe illallah Diyen diller var olsun. Yeryüzünde ilahi Kur'an faydar olsun. Yeryüzünde ilahi Kur'an faydar olsun. Allahu Ekber diye kalkak mübarizeye. Allahu Ekber diye kalkak mübarizeye. Azerbaycan elinin Üç ömrü bahar olsun. Azerbaycan elinin üç ömrü bahar olsun. Müslümanlar bir olup tutak hakkın ipinden. Azadlık saadeti bizlere de yar olsun. Müslümanlar bir olup tutak hakkın ipinden. Azadlık saadeti bizlere de yar olsun. La ilahe illallah diyen diller var olsun. La ilahe illallah diyen diller var olsun. Yeryüzünde ilahi Kur'an faydar olsun. Yeryüzünde ilahi Kur'an faydar olsun. Sağ ol Ayrası. ey vətən evladları Haqq'a xatir irəli. Ey vətən evladları Haqq'a xatir irəli. Dostlarımız bəxtiyar, Düşmənimiz xar olsun. dostlarımız bəxtiyar, Düşmənimiz var olsun. La ilahe illallah diyen diller var olsun. La ilahe illallah diyen diller var olsun. Yeryüzünde ilahi Faydar olsun. Yeryüzünde ilahi faydar olsun. Sen kerimsin sen, Rəhimsin sen, əzimsin Allah'ım. Sen seversin, sevilersin sen, rəhimsin Allah'ım. Sen kerimsin sen, rəhimsin sen, əzimsin Allah'ım. Sen sevensin, sevilensin. Allah mübarək eləsin, bərəkətli eləsin. Allah Hazır Allah mübarək Ağaləmizə eləsin. can sağlıq versin, Hacı Hüseynə. Nə yaxşı bunları oxumusunuz. Vallahi nə yaxşı bunları yazmışsınız. Tüm məddahlar da sevə-sevə oxuyur. Həmişə sizə rəhmət göndərir sözün əsl mənasında ki, Allah inşallah həm dünya, həm ahirət işlərimizi xeyir eləsin, balalarımızı xoşbəxt eləsin. İnşallah o gün olsun Həsən balamızla gözəl səsi ilə Allahı, Peyğəmbər, Əhl-i Beyti, babası kimi, atası kimi zikr eləsin inşallah. Bəli. Bəli, Allah rəhmət eləsin. Ruhuna salavat zikr elə inşallah. Allahümmə səllə əla Muhammed və alə Muhammed. Hacı, əsas yox hamısını yaşar yazır. Biz mahnı yazan zad olmuş. Hamısını. Xidmət Yaşarın da, sözlərini də o yazırdı. Çox mahnılarının sözləri də elə özünün. Allah rəhmət eləsin. Həsən balamız inşallah buradalar oxuyacaq. Nə gözəl. O bizi toylarda Həsən alqışlayırlar, bizim toylarda sənin salamatçılığa salavat zikr edirlər.
İnşallah bir ucalı salavat zikri ilə Həsənin salamçılığına. Zahir ol cevherden oldu cümle eşyalar edeyip kafilenunla yarattın kafilenunla yarattın Allah 18 bin alemi Qüdrətindən ərbəyin gündə tamam oldu cəsən Seyyidin yani Nəsiminin könlündə sənsən Allah səndən özgə nəsnə yox Bu fəqirin həm dilində daimaydır ya Əhəd Mevla-i Memduz Emir el-Müminin Heydər Maşallah, Allah sağlasın səni. Atondan yaxşı oxuyursun. Babondan deyə bilmərəm, amma atondan yaxşı oxuyursun. Allah sağlasın, maşallah, Nəsiminin gözəl qəzəli deyib. Allah qorusun bütün balaları, Həsənin simasında Allah bütün balaları hifz eləsin inşallah. Allah Əli Əsqərə, Əli Əkbərə bağışlasın inşallah. Bizim dəyərli ruhanımız, Allah Teala ömrünə, nəfəsinə bərəkət versin inşallah. Xoş gəlib, səfa gətirib. Hacı Ramil qardaşımızdan xahiş eləyək, buyursun. Ülvi bəyimizi təbrik eləsin, bu ocağa, bu ailəyə inşallah xeyir dua versin. Hacının da özünün ailəsinin salamatçılığına salavat zikri inşallah. Biraz da dərinləşir məna. Bu ayə nə dedik? Allahdan üst çevirsin, sıxılarsan, hə? Niyə sıxılarsan? O birisi ayədə deyir, mən ya'şu ən zikrir rəhman, nuqayyiz ləhu şeytanən və kənə ləhu qarina. Deyir, elə ki sən məndən üst çevirdin, məndən üst çevirən kimi şeytan sənə tapacaq. Elə ki şeytan sənə tapdı, şeytan səndən qərin olacaq, yoldaş olacaq. Elə ki sənin yoldaşın şeytan oldu, həmişə sıxılacaqsan. Həmişə səni narahat edəcək, qorxutacaq. Birdən belə olara, birdən elə olara, birdən belə olara. O uşaqla ata çıxmışdı bayra. Uşaq qayıtdı, ata birdən o yolda it cumar üstümüzə neyini yərdi. Narahat olma, aton yanındadır sənə. Dedi, yox, keçən bir nəfər orada it tutub. Biraz kişinin canına qorxu düşdü. Dedi, ya narahat olma da, aton gör neçə yaşı var. Üçüncü dəfə deyəndə kişi qayıtdı, olub, mənə də qorxudursan, bəs də. Bu, indi başa düşürsən, bu özü elə vəziyyətdədir ki, o qədər dedi də, axırda bunu qorxutdu da. Amma insan ki gəldi, bağladı o tohidə, heç nə silkələyə bilmir onu. Heç nə. Hətta gedin Quranda ayəyə baxın, Peyğəmbərlərdən birinin sözü deyir, hamınız yığışın bir yerə, sonra mənə möhlət verməyin. Ayə deyə, mənə möhlət verməyin, mən rahatam. Aramlıq buna deyirlər, hüzur buna deyirlər, səkinə kəlməsi Quranda budur. İnsan çətinliklər olacaq, bu ailə problemidir, ailədə də olacaq, dostlarla da olacaq. Ümumiyyətlə, bilirsiniz, həyat axı çətinlik olmadan təsəvvür oluna bilmir. Ümumiyyətlə də böyük uğurlar qazanmaq istəsə, böyük çətinliklərə qatlaşmalısan. Bir qərb alimlərinin fikri idi, xoşuma gəldi ki, deyir, konflikt bərabərdir qəhrəman. Gələk, deyib, baxın kinolara, kinolarda adın o qəhrəman, o personaj kimi olur? Düşür çətinliklərə, axırda adı çıxır, adsan qazanır. Kinoya da baxırsan, senariya orada kim olur belə deyək də, qəhrəman o kəs ki, hələ çətinliklər düşür. O yıxır, dost yıxır, biri söz atır, biri oradan bir söz deyir, biri buradan. Amma dağ kimi də kişi itmir. Müvazinəti itmir. Ona deyirlər qüdrət. Ona deyirlər izzət. İzzət budur. İzzət budur ki, gücvə sahib çıxa bilirsən. Güclü olmaq deyil yalnız izzət, gücə sahib çıxa bilməkdir izzət. Həlim insan kimə deyirlər? Həlim insan da odur, səkinəsi olan həlim olur. Həlim insan odur ki, bir var adam Kazimul Qeyz idi, istənir, udur, sıxır da özünü. Bir də var Kazimul Qeyz, yəni udqunursan, adam o deyir, qəzəblənirsən, udqunarsan, o udqunmağın özü də bərəkətdir, Allah qatında çox dəyərlidir, o deyirlər, hədislərdə var. Amma bir pillə o tərəfə həlimsən, heç qəzəblənməmsən ki, udquna sonra səbr eləyərsən, elə bir şey heç nə olmayıb. Yolu yersən. Adam yolunu çıxıb yolunu gedir. Adam yolunu çıxır, yolunu gedir.
Buna deyirlər möhkəm, izzətli və əziz insan. İndi bu qədər ki danışdım mən, bu qədər danışmazlar toyda bilirəm, amma o da söz məcbur eşitmə, qulaq asırsınız mən danışıram. Amma yekunlaşdırıram. Ayə budur. Deyir evlənin ki təskunu, o səkinə nazil olsun sizə. O aramlıq nazil olsun sizə. O aramlıq olan yerdə başqa belə deyir, yolu da gedəcəksən, hərəkət edib gedəcəksən. Ailənin fəlsəfəsi bu. Yəni biraz açdıqda. Və bu çox mühümdür ailədə. Yəni ailə belə olsun və ailədə gələk kişi qadına, qadın kişiyə kömək eləsin, ilahi yolda addım ata bilsinlər. Addım ata, Rəbbilərinə gedə bilsinlər. Gəldilər Həzrət Zəhra idi ki, peyğəmbərdir qızım Zəhra. Əleyhissalam necə insandır? Dedi xeyru bəlin. Çox gözəl həyat yoldaşıdır. Gəldi Əli, Həzrət Zəhra necədir? Dedi ni'məl oun ala itaətillah. Nə gözəl həyat yoldaşıdır Allaha itaət eləməkdir. Kömək edir mənə. O ailə belə olur. Ailə kömək edir bir digərinə və ikisi birlikdə kamal yolunu addım atır. Bizim böyük mütəfəkkirlərdən birinin sözü deyir də adətən kişi Allahın cəlal sifətinin təzahürüdür. Qadın Allahın cəmal sifətinin təzahürüdür. Bunlar sanki ikisi bir yerə yığışır, kamil insan ərsəyə gəlir. Cəlal və cəmal. O biraz irfanın dili ilə desin. Allah bir daha xoşbəxt eləsin. Allah mübarək qərar versin. Və çox şadam ki, bu toyda iştirak elədim. Şükürlər olsun Allaha. Allah bizim əziz qardaşlarımız, məddahlarımız, muğam ustadımız, Aqil müəllim, oğlu, digər əhl-i beyt məddahlarımız, dəyərli qardaşlarımı hifz eləsin. Allahın daim nəzərində olasınız. Allah sizi öz lütfünü daim sizin üzərinizə nazil etsin inşallah. Və elhamdülillah Rabbil aləm. Çox sağ olun. Hacının salamatçılığından salavat zikr edin inşallah. Allahümmə salli ala Muhammed və ali Muhammed. Xahiş edirəm Elçin müəllim də salamatçılığından salavat zikr edin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Sözün əsl mənasında səhərdən o qardaşlar, digər qardaşlar da indi adlarını çəkmirəm. Hamısı ayaq üstədir, zəhmət çəkirlər. Allah inşallah onların da balalarını xoşbəxt eləsin. Elçin müəllim, Can? Maşallah. Hə. Allah axarlı eləsin qardaş. Toyları da bizə deyərsin. Hə. Elçin müəllim, nətər eləyə qadan alım? Bizim bu kəndin hamımıza xidmət eləyir də bu xanlar qardaşımız çay gətirir, su gətirir. Onun da bir manası var həmişə görəndə deyir qurban olum nə olar amin oxu da. Özdə deyir ki keçən də məddahlar gəlmişdi, kimlər gəlmişdi, onlara dedim neysə ürəyimə yatmadı. Bəs xahiş eləyirəm oxu. Mən də elə 2 bənd oxuyaram qardaşların köməklə. Ya Allah. Hüseyin bağışlayın.